gün tabesi mürəkkəb cümlələr haqqında məlumat verəcəm. Tabesi mürəkkəb cümlələrlə həmcins xəbərli cümlələri fərqləndirəcəyik. Həmcins xəbərli sadə cümlələrlə tabesi mürəkkəb cümlələri fərqləndirmək üçün ilk öncə bu cümlələrə diqqət edək. Anam paltar yudu, qabları sildi. İkinci cümləm, anam paltar yudu, bacım qabları sildi. Cümlələri yazdıqdan sonra ilk öncə biz nələrə diqqət etməliyik? Ən birinci xəbərləri seçməliyik. Birinci cümləmizin xəbərləri yudu və sildidir. Digər cümlədə də eyni ilə yudu, sildi cümlənin xəbərləridir. Cümlənin xəbərlərini seçəndən sonra cümlənin xəbərlərini şəxsənlə baxırıq. Yudu, üçüncü şəxsin təkindədir. Sildi, bu da üçüncü şəxsin təkindədir. Eyni xəbərlər olduğu üçün bir də qeyd eləmirəm. Burada da üçüncü şəxsin təki, üçüncü şəxsin təkidir. Xəbərlər əgər eyni şəxslərdə işlənibsə, onda cümlənin mübtədalarına diqqət edirik. Burada paltar mübtəda deyil, çünki bu qeyri-müəyyən təsirli halda işlənibdir, tamamlıqdır. Anam paltar yudu, paltarı yudu. Feilin yanında gələn söz həm nə sualına cavab verir, ancaq mən burada şəkilçini bərpa edə bilirəm. Anam paltarı yudu. Ona görə paltar cümlənin mübtədası deyil. Niyə? Çünki qeyri-müəyyən təsirli halda işlənibdir. Mən orada feilin yanındakı sözdə I, I, U, Ü şəkilçisini bərpa edə bildiyim üçün paltar tamamlıqdır. Kim yudu paltarı? Anam. Qabları sildi. Bu da tamamlıqdır. Kim sildi qabları? Anam. Burada xəbərlər eyni şəxslərdə işlənibdir. Üçüncü şəxsin təki, üçüncü şəxsin təki. Paltarı yuyanda, qabları siləndə anamdır. Hər iki işi bir mübtəda icra etdiyi üçün bu cümlə həmcins xəbərli sadə cümlədir. Çünki həmcins xəbərlər eyni cümlə üzvünə aiddir. Yəni mübtədaya eyni üzvlər uzlaşma əlaqəsinə giribdir. Ona görə bu cümləmiz həmcins xəbərli sadə cümlədir. Həmcins xəbərli sadə cümlə. Bir də digər cümləyə diqqət edək. Yenə yudu, burada bir də qeyd edeyim. Üçüncü şəxsin təkindədir. Sildi, bu da üçüncü şəxsin təkindədir. Xəbərlərimizin şəxsi eynidirsə, yenə mübtədalara diqqət edirik. Burada yenə bir də qeyd edirəm. Paltar tamamlıqdır. Çünki mən burada I, I, U, Ü şəkilçisini bərpa edə bilirəm. Nə suala cavab verəm? Qeyri-müəyyən təsirli halda. Kim paltarı yudu? Anam. Kim qabları sildi? Bacım. Burada hər xəbərin öz icra edicisi var. Hər xəbərin öz mübtədası var. Burada xəbərlər eyni mübtəda ilə əlaqəyə girdiyi üçün eyni mübtəda ilə uzlaşma əlaqəsinə giribdir. Və biz də demişik ki, həmcins üzvlər eyni üzvə bağlı olur. Burada da həmcins üzvlər eyni üzvə bağlı olduğu üçün bunlar həmcins xəbərlərdir. Bu cümlə həmcins xəbərli sadə cümlədir. İkinci cümlədə isə xəbərlərimizin hərəsinin öz, yəni burada yenə şəxslər eynidir, ancaq hərəsinin öz mübtədası var. Yudu, kim? Anam yudu, sildi, kim? Bacım sildi. Hər xəbər öz ayrı mübtədası olduğu üçün, ayrı mübtədalara aid olduğu üçün bu cümləmiz tabesiz mürəkkəb cümlədir. Tabesiz mürəkkəb cümlə adlandırılır. Yəni daha doğrusu mürəkkəb cümlədir və hansı qoluna aiddir onun? Tabesiz qoluna. Tabesiz mürəkkəb cümlədir. Niyə tabesizdir, tabeli deyil? Çünki tərəflər bir-birindən asılı deyil. Mən hər iki tərəfi müstəqil şəkildə işlədə bilirəm. Həmçinin tabesizlik bağlacısından da istifadə edə bilərəm və zaman əlaqəsi mövcuddur bu iki cümlə arasında. Bu birinci izah. Tabesiz mürəkkəb cümlələrdə bir də bir şey diqqət etməliyik ki, məsələn, yazıram ki, payız gəldi, quşlar isti ölkələrə köç etdilər. Digər cümləmizi qeyd edirəm. Deməli, burada elə buna diqqət edək, gəldi. Üçüncü şəxsin təkindədir. Xəbərlərə yenə diqqət edirəm, gəldi. Üçüncü şəxsin təkindədir. Köç etdilər. Bu da bir xəbərim. Köç etdilərsə üçüncü şəxsin cəmindədir. Əgər xəbərlərimiz fərqli şəxslərdə işlənibsə, xəbərlər fərqli şəxslərdə işlənərsə heç mübtədaya baxmaq lazım deyil. O artıq mürəkkəb cümlədir.
Bilirik ki, bu cümlə mürəkkəb cümlədir. Bir də qeyd edirəm, əgər xəbərlərimiz eyni şəxsdə işlənibsə, incə dediyim cümlələrdə, məsələn, anam paltarı yudu, bacım qabları sildi və yaxud anam paltar yudu, qabları sildi. Burada anam paltar yudu, qabları sildi də hər iki işi anam icra edir və xəbərlər də eyni şəxsdə işləndiyi üçün bu cümlə həmcins xəbərli sadə cümlədir. Ancaq anam paltar yudu, bacım qabları sildi cümləsində xəbərlərin şəxsi eyni olsa da, hər xəbərin öz mübtədası olduğu üçün bu tabesiz mürəkkəb cümlədir. Amma mən bu cümlədə niyə mübtədəyə diqqət eləmədim? Çünki xəbərlərin şəxsi fərqlidir. Birinci xəbərimiz üçüncü şəxsin təkində, ikinci xəbərimiz isə üçüncü şəxsin cəmindədir. Əgər xəbərlərimiz fərqli şəxslərdə işlənirsə, o cümlə mütləq mürəkkəb cümlədir. Xəbərləri fərqli şəxslərdə işlənən cümlələrin mübtədasına diqqət etmək heç lazım deyil. Yəni, bu cümləni mürəkkəb cümlə kimi götürə bilərək. Bir də qeyd edeyim ki, tabes mürəkkəb cümlənin tərəfləri müəyyən şəxsli, qeyri-müəyyən şəxsli, ümumi şəxsli və şəxsiz cümlələrlə də ifadə oluna bilər. İndi isə tabes mürəkkəb cümlələrin əlaqələrinə baxaq. Cümlələr arasında hansı əlaqələr mövcuddur? Birinci, zaman əlaqəli tabesiz mürəkkəb cümlələr. Biz zaman əlaqəli tabesiz mürəkkəb cümlələri necə seçə bilərik? Birinci, tabes mürəkkəb cümləni seçəndə ən birinci xəbərlərə diqqət edirik. Xəbərlərin şəxsinə baxırıq. Xəbərlərin şəxsi eynidirsə, mübtədalara diqqət edirik. Hər xəbər başqa-başqa mübtədalara aid olmalıdır ki, eyni üzvə aid olmasın və biz onu həmcins zülflü cümlə kimi təhlil etməyək, mürəkkəb cümlə kimi qeyd edək. Həmçinin, xəbərlər fərqli şəxslərdə işlənirsə, mübtədəyə baxmadan da artıq əminliklə deyə bilərik ki, o cümlə tabes mürəkkəb cümlədir, yəni mürəkkəb cümlədir. Digər diqqət eləməli olduğumuz məqam isə əlaqələrdir. Zaman əlaqəli tabes mürəkkəb cümlələrdə hadisələr, yəni hər iki tərəfdəki hadisələr eyni zamanda baş verir və hər iki tərəfdə baş verən hadisələrin yerini dəyişmək də mümkündür. Məsələn, yazıram ki, atlar kişnəyir, itlər hürürdülər. Birinci, mən bu cümlədə nəyə diqqət edirəm? Xəbərlərə. Atlar kişnəyir, itlər hürürdülər. Xəbərlərə diqqət edirəm. Təbii ki, mən burada atlar kişnəyirdilər də yaza bilərdim, ancaq ixtisara ellipsə yol vermişəm. Deməli, burada üçüncü şəxsdədir. Üçüncü şəxsdədir. Deməli, hürürdülər. Nə itlər, hürürdülər, nə atlar. Bir də bir şey yada salım ki, burada əgər mübtədamız heyvanlarla ifadə olunubsa və cəmdə işlənibsə, o zaman həm qrammatik normada, həm də uzlaşma əlaqəsində xəbərlərdəki larlar şəkilçisi işlənə də bilər, ixtisar oluna da bilər. Bu, heç bir norma pozuntusuna yol vermir. Və burada həm xəbərin də öz mübtədası var, ona görə bu tabesiz mürəkkəb cümlədir. Birinci xəbərlər vasitəsilə, mübtəda vasitəsilə cümləmin tabesiz mürəkkəb cümlədir, yoxsa həmcins xəbərli sadə cümlədir, onu müəyyənləşdirdim. Daha sonra isə məna əlaqəsinə diqqət edirəm. Atlar kişnəyir, itlər hürürdülər. Bu, eyni zaman aralığında baş verir. Mən burada cümlələrin yerini də dəyişə bilərəm. İtlər hürür, atlar kişnəyirdi. Yəni, əgər cümlələrin yerini dəyişə bilirəmsə, deməli, o cümlə zaman əlaqəli tabesiz mürəkkəb cümlədir. Həmçinin, zaman əlaqəli tabesiz mürəkkəb cümlənin xəbərləri əsasən eyni zamanda işlənir və inkar bağlayıcısından da ən çox istifadə olunan, nə də bağlayıcısından ən çox istifadə olunan cümlələrimiz elə zaman əlaqəli tabesiz mürəkkəb cümlələrdir. İkinci, ardıcıllıq əlaqəli tabesiz mürəkkəb cümlə, ardıcıllıq, burada isə səbəb-nəticə əlaqəli tabesiz mürəkkəb cümlə, bu ikisinin fərqini izah edeyim. Deməli, ardıcıllıq əlaqəsində, məsələn, yazıram ki, maşın dayandı, maşın dayandı, qız düşdü. Digər cümlə isə, səbəb-nəticə əlaqəsində isə qeyd edirəm ki, yağış yağdı, hər tərəf palçıq oldu. Hər tərəf palçıq oldu. İndi iki cümləmdə yazdım. Ardıcıllıq əlaqəsinə nümunə kimi maşın dayandı, qız düşdü. Digər səbəb-nəticədə isə yağış yağdı, hər tərəf palçıq oldu. Yenə tabesiz mürəkkəb cümləni, ümumiyyətlə mürəkkəb cümləni tapmaq üçün ən birinci xəbərlərə baxıram. Dayandı. Bir də düşdü. Xəbərlərim görürəm ki, hər ikisi də üçüncü şəxsin təkində işlənibdir.
Xəbərlərim eyni şəxslərdə işləndiyi üçün mübtədalarımı tapıram. Nə dayandı? Maşın. Kim düşdü? Qız. Hər xəbərin öz mübtədası olduğu üçün, bəli, bu tabe-is mürəkkəb cümlədir. İkinci cümlədə isə bura diqqət edirik. Yağdı, bir də palçıq oldu xəbərlərdir. Yağdı, palçıq oldu. Hara palçıq oldu? Yenə hər iki xəbərim üçüncü şəxsin təkində olduğu üçün mübtədalara diqqət edirəm. Nə yağdı? Yağış, hara palçıq oldu? Hər tərəf. Deməli, bu ikisi mürəkkəb cümlədir. İndi ardıcıllıqdırmı, yoxsa səbəb-nəticədirmi? Necə tapırıq biz bunları? Maşın dayandı, qız düşdü. Ardıcıllıq əlaqəli tabe-is mürəkkəb cümlələrdə birinci iş tam bitməlidir ki, ikinci iş baş versin. Yəni, maşın tam dayanmadan qız aşağı düşə bilməz. Ona görə birinci işim tam qutarmalıdır ki, ikinci işim olsun. Bu ardıcıllıq əlaqəli tabe-is mürəkkəb cümlələrə aiddir. Səbəb-nəticə əlaqəli mürəkkəb cümlədə isə birinci işin tam dayanmağına ehtiyac yoxdur. Yəni, ikinci işin baş verməsi üçün birinci tam dayanmaya da bilər. Məsələn, deyirəm ki, yağış yağdı, hər tərəf palçıq oldu. Yağış tam yağıb qutarından sonra palçıq olmur ki, yağışın elə yağmağa başladığı ilk dəqiqələrdən etibarən palçığın əmələ gəlməsi, gölməçələrin əmələ gəlməsinin şahidi ola bilərik. Ona görə səbəb-nəticə əlaqəsində birinci iş elə başlayandan sonra artıq ikinci işin meydana çıxdığını görürük. Amma ardıcıllıqda isə maşın dayanmamış, qız tam olaraq o maşından düşə bilməz. Yəni, birinci iş tam bitməlidir. Bir də ki, ardıcıllıq əlaqəsində ikinci tərəfdə qız maşından düşə də bilər, düşməyə də bilər. Yəni, bu istəyinə baxır. Ola da bilər, olmaya da bilər. Amma səbəb-nəticə əlaqəsində ikinci tərəfin olub-ola bilməmək üçün bir ehtimalı yoxdur. Yəni, birinci tərəfdəki iş baş verirsə, ikinci tərəfdəki iş mütləq olmalıdır. Yəni, yağış yağandan sonra mütləq ki, hər tərəfdə ya gölməçə, ya palçıq yaranır. Yəni, bu onun nəticəsidir. Amma maşın dayanandan sonra qız istəsə düşə də bilər, düşməyə də bilər. Məsələn, indi nümunə deyirəm, qapı açıldı, insanlar içəri daxil oldular. Bu cümləmizdə elə xəbərlər fərqli şəxslərdə olduğu üçün deyirəm, bu tabesiz mürəkkəb cümlədir. Amma qapı açılandan sonra qapı birincisi tam açılmalıdır ki, insanlar içəri daxil olsun. Bir də insanlar istəsə içəri daxil ola da bilər, olmaya da bilər. Ona görə də bu ardıcıllıq əlaqəli tabesiz mürəkkəb cümlədir. Ancaq deyirəm ki, baba qışqırdı, nəvəsi diksindi. Qışqırdı və diksindi bunlar eyni şəxslərdə işləndiyi üçün mən mübtədalara diqqət edirəm. Kim qışqırdı baba, kim diksindi nəvə. Burada baba qışqırıb qutarından sonra diksinmir. Qışqırdığı anda, yəni nəvədə bir diksinmə, həyəcan, anlıq bir qorxu əmələ gələ bilər. Yəni bu ola bilər. Bu səbəb nəticədə ola bilər ki, yanında kimsə qışqıranda, yəni həmin həyəcan, həmin qorxu və yaxud da an etibarilə insanda diksinmə baş verə bilər. Ona görə də bu səbəb-nəticə əlaqəsidir. Amma məsələn, qapı açıldı, insanlar oldu, insanlar istəsə içəri daxil oldu bilər, olmaya da bilər. Bir də qapının tam açılmağı lazımdır ki, onlar içəri daxil olsun. Ardıcılıqla səbəb-nəticənin isə fərqi budur. Amma zamanda da, ardıcılıqda da, səbəb-nəticədə də hamısında ümumiyyətlə tabe-is mürəkkəb cümlələri seçmək üçün birinci xəbərlərə diqqət edirik, xəbərlərin şəxsi eynidirsə mübtədalara diqqət edirik, hər xəbərin öz mübtədası olmalıdır. Yox, əgər xəbərlərin şəxsi fərqli şəxslərdə işlənibsə, o zaman artıq o eyni mürəkkəb cümlə kimi təhlil olunur. İndi keçək dördüncü qarşılaşdırma əlaqəli tabe-is mürəkkəb cümlələrə baxaq. Qarşılaşdırma əlaqəli tabe-siz mürəkkəb cümlələr. Qarşılaşdırma əlaqəsində biz bunu iki yolla seçə bilərik. Birinci yolumuz odur ki, tərəflərdəki cümlələr, onların ifadə etdiyi məna, hər iki iş bir-birinə ziddir, bir-birinin əksini təşkil edir. Və yaxud da ikinci tərəfə amma, ancaq, lakin, fəqət, halbuki isə bağlayıcılarını artırmaqla da tapa bilərik. Məsələn, yaza bilərik ki, könlüm yaz deyil, tali qış deyil. Deməli, burada bir-birinə əkslik var ki, könül yaz deyir, ancaq tali qış deyir. Hətta deyilişdə də burada ifadə elədim, ikinci tərəfə ancaq bağlayıcısını artırdım. Yəni, qarşılaşdırmada iki tərəf bir-birinə zid olur, ikinci tərəfə amma, ancaq, lakin isə fəqət, halbuki bağlayıcılarını artırmaqdan tapa bilirik. Sonra, beşincidə isə aydınlaşdırma əlaqəli tabe-is mürəkkəb cümlələrə baxaq, aydınlaşdırma. Aydınlaşdırma əlaqəli tabe-is mürəkkəb cümlələrdə qoşu nöqtə, nöqtəli vergül, yəni məsələn bağlayıcılarına və yaxud da incə də dediyim kimi qoşu nöqtə, nöqtəli vergül durğu işarələrindən istifadə oluna bilər. Qoşu nöqtə və nöqtəli vergülə aid burada nümunə göstərmək istəyirəm. Birinci, ikinci. Hamı
işləyirdi. Qoşu nöqtələr qoyulur ki, burada qoşu nöqtədən sonra, yəni durğu işarəsindən sonra bir cümlə işlənirsə qoşu nöqtə qoyulur. Yox, durğu işarəsindən sonra bir neçə cümlə işlənirsə, onda nöqtəli vergüldən istifadə olunur. Ham işləyirdi. Məsələn, mən nöqtəli vergüldən istifadə edəcəm. Kimisi odun daşıyır, kimisi quyu qazırdı. Deməli, baxıram ki, bəli, hər xəbərlərin üçüncü şəxsin təkində də hər xəbərin öz mübtədası var, bəli. İndi burada başqa bir cümlə işlədirəm. Hamı, qoşu nöqtə, qadınlar, qocalar da burada idi. Burada idilər. İndi gəlin baxaq. Əgər qoşu nöqtəli vergül, bu yəni məsələn də ola bilər. İndi bu iki cümlənin üstündə nümunəni göstərəm. Qabaq xəbər işlənibsə, hamı işləyirdi. Burada özündən qabaq xəbər işlənib. Burada isə xəbər işləməyibdir. Əgər qoşu nöqtəli vergüldən qabaq xəbər işlənibsə, deməli bu cümləmiz aydınlaşdırma əlaqəliyə tabe mürəkkəb cümlədir. Yox, əgər qoşu nöqtədən qabaq xəbər işlənməyibdir, hansısa bir cümlə üzvü, yəni həmcin üzvlər hansı cümlə üzvündə işlənibsə, məsələn, burada qadınlar da mübtədadır, qocalar da mübtədalardır və ondan qabaq işlənən ümumiləşdirici sözümüz də mübtəda funksiyasını yerinə yetirəcəkdir. Yəni, burada qoşa nöqtədən qabaq xəbər işlənməyibdir. Yəni, cümlə deyil, bitmiş fikir ifadə eləmir. Ona görə də bu həmcins mübtədalara aid olan ümumiləşdirici sözdür. Birinci cümləm isə aydınlaşdırma əlaqəli tabesiz mürəkkəb cümlədir. Sonra 6-cı bölüşdürmə əlaqəli. Belə bölüşdürmə əlaqəli tabesiz mürəkkəb cümlələrimiz var. Bölüşdürmə əlaqəsində isə mütləq bunlar bağlayıcısız işlənə bilməz. Bölüşdürmə əlaqəli tabesiz mürəkkəb cümlədə mütləq və mütləq bölüşdürmə bağlayıcılarından ya da, gah da, istərsə də ya da gah da bu kimi bağlayıcılardan, yəni bölüşdürmə bağlayıcılarından mütləq şəkildə istifadə olunmalıdır. Bölüşdürmə bağlayıcıları işlənən hər cümləndə tabe mürəkkəb cümlə kimi təhlil edə bilməliyik. O zaman burada yenə əvvəl dediyim qaydaya diqqət yetirməliyik. Məsələn, deyirəm ki, ya sən işləri səliqəyə salmalısan. Səliqəyə salmalısan. Ya da işdən çıxmalısan. İndi bu cümlədə nəyə diqqət edirik? Ya sən, burada birinci xəbərləri, yadamız var. Xəbərləri seçirəm, salmalısan, çıxmalısan. İndi kim çıxmalıdır? Sən. Kimi işdən səliqəyə salmalıdır? Yenə sən. Burada xəbərlərin ikisi də ikinci şəxsin təkində işlənibdir. Ancaq bir mübtədaya aid olduğu üçün bu cümlədən olsun ki, ya da işlənibdir. Bu cümləm sadə cümlədir. Həmcins xəbərli, sadə cümlədir. Ancaq belə desəm ki, ya mən getməliyəm. Ya mən getməliyəm. Ya da sən burada qalmalısan. Ya da sən burada qalmalısan. Deməli, burada xəbərlərim qalmalısan, bir də getməliyəm. Elə xəbərlərə baxanda, buradan eləyək. Deməli, getməliyəm, qalmalısan. Getməliyəm birinci şəxsin təkindədir. Qalmalısan da ikinci şəxsin təkindədir. Elə burada şəxslərin fərqli olduğundan deyirəm, artıq şəxslər fərqli olduğu üçün mürəkkəb cümlə olur. Deməli, bu həqiqətən də bölüşdürmə əlaqəli tabeis mürəkkəb cümlədir. Həm də nəyə diqqət edirəm? Bəli, hər birinin öz xəbər mübtədası da vardır. Hər xəbərin öz mübtədası da işlənibdir. Amma yenə də deyim ki, əgər xəbərlər fərqli şəxslərdə işlənibsə, o cümlə onsuz da mürəkkəb cümlədir. Həm də burada ya da bağlayıcısından istifadə olunubdur. Bu da bölüşdürmə əlaqəsinin göstəricisidir.